Hər vaxtınız xeyir. Yeni podkastımızda xoş gördük sizi. Rafiq Hüseynovla çəkdiyimiz həftəlik podkastımızda bu dəfə ab-havamız çox yüksəkdir. Bayram ab-havası var deyə bilərik. Avropa çempionları qonağımızdır və həftəni möhtəşəm uğurlarla bitirdik deyə bilərik. Bizim həftəmizi podkastın növbəti həftəlik buraxılışını Rafiq xoş gördük. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Bu gün masamızı belə şəxsiyyətlərlə bölüşdürmək bizim üçün şərəfdir. Əlbəttə ki, hər ikisinə baxanda biz birlikdə böyümüşük, keçmişimiz yadımıza düşür. Təlim məşq toplanışlarımız, məşqlərimiz və ümid edirəm ki, bugünkü söhbətimiz daha səmimi olacaq və daha maraqlı olacaq. Eyni zamanda hər iki məşqçi Avropa çempionu olan komandaların məşqçiləridirlər və fikirləşirəm ki, ünsiyyətimiz daha maraqlı və daha praktik olacaq. Razıyam və detalları da sizin üçün açacağıq, əziz izləyicilər. Avropa çempionatında görünməyən tərəflər belə deyək. Bu gün mümkün qədər Rafiqlə birləşib məhz qonaqlarımızı işini çətinləşdirmək istəyirik. Onlar bir vaxtlar onlara aslanlar deyirdilər. İndi onlar özləri aslanları yetişdirir və Avropa çempionu olan komandaların məşqçiləri qonağımızdır. Həsən Əliyev, Yunan-Roma güləşi, Cəbrail Həsənov, sərbəst güləş millimizin məşqçiləri. Xoş gəldiniz. Çox sağ olun. Biz də sizi salamlayırıq. Çox sağ ol ki, verilişinizə dəvət etdiyiniz üçün. Davamlı olsun inşallah verilişiniz. Təşəkkürlər. Rafiq, mən ümumi mövzularda başlayacağam. Yəqin ki, sənin sualların daha dərin olacaq. Ona görə elə istəyirəm. İti suallar olacaq. Start özüm verim. Avropa çempionatı necə keçdi? Elə sizdən başlayaq. Sərbəst güləş millimiz. Gözləntilər bu idimi və emosiyalarınız necədir, belə deyək? Avropa çempionatı düzdür, bəzi uşaqlar yaxşı güləşdi, gənclərimiz deyirdik ki 74 kilo, 70 kilo gənc idmançılarımız sevindirici aldı ki Avropa çempionatında nəticə verdi. Ancaq bəzi çəkilərdə həqiqətən də biz məsələn 65 kilo deyərdim ki Əli Rahimzadədən biz o nəticəni gözləmirdik. Ondan yüksək nəticə gözlədi. Ən azından bizdə əsas orada Rus idmançısı idi, ayrı qrupda idilər. Biz ən azından fikirləşirdik ki, onlar finalda qarşılaşacaqlar, maraqlı bir isbatqa olacaq. Bir də 125-də son saniyədə 4 xallıq eləmək, düzdür, yuxarı vestlərdə bizdə son saniyədə xal alırlar. Son saniyədə yəni 4 xallıq biraz həqiqətən də bizdə çətindir. Ola bilər klassiklərdə olsun. Bizdə son saniyədə balaca vestlər olur, böyük vestlərdə redk olur. Biraz gözlənilməz oldu son saniyədə 4 xallıq. Cəbrail, bir dənə sual verim sənə. İndi sərbəst güləşdə təbii ki, sən qədər bilməsək də, mənə 2 nəfər belə heyrətləndirdi. Həm Ağanəzər, həm də ki, eyni zamanda Kənan Heybətov. Sən onlar həm yaşda çox cavandır, həm də keçdiyi görüşlər də. Onların gələcək perspektivləri barədə nə fikirləşirsən? Sən bir mütəxəssis kimi baxma. Bunu sərbəst güləşdə daha yaxşı görürsən. Nə fikirləşirsən bunların perspektivləri barədə? Yox, onlar hər ikisi, yəni Ağanəzər deyərdim ki, hələ bu il gənclərdə güləşəcək. Ağanəzər potensiallı bir idmançıdır. İnşallah belə yəni məşqlərinə davam eləsə, məşqlərini eləsə, yəni hələ olimpiyada bizdə 3 il var. 3 ilə yəni 74 kilo sözünü deyən bir idmançılardan favoritlərdən olar. Heybətov Kənanı deyim, o da yəni heyrətləndirdi Muskayevdən görüşdə. Muskayevdən, Bayevdən polfinalda güləşdi. Bayev də dünya çempionu idi. Düzdür, fikirləşirdi ki, onu da istəsəydi keçərdi. Demək olar ki, orada heç kimlə qalmalıdır. 3 dənə xəbərdarlıqla uduzdu. Gələn ildə o da keçəcək 74 kilda. Yəqin ki, inşallah 74 kil bizdə olimpiyada qabağı rəqabət güclənəcək. Rəqabət orada Bayramov Turan var, Heybətov Kənan var, Ağanəzər var. Orada sonra dünya çempionu var, Xaniyev, Magomed Bəşir. Yəni 4 idmançı həqiqətən də olimpiyada qabağı. Deyərdim ki, o vesti rəqabətli vest olacaq. Ümumiyyətlə, yəni praktikada biz onu görürük ki, əsas elita düzdür, Dünya Avropa çempionatı böyük yarışlar sayılır. Kifayət qədər böyük, amma elita əsas olimpiyadadır. Etalon olimpiyadadan götürülür. Yəni 74 kiloda sənə çox yaxın olan çəkilərdəndir, yəni yaxşı tanıdığın çəkilərdəndir. 74 kilo bizdə həmişə o çəki güclü olub. İndi də baxırsan ki, elə İmin Novestdə
4-5 rus var ki, yəni Rusiyanın elə demək olar ki 1, 2, 3, 4, 5 nömrəsi hamısı üzü səpələnib başqa dövlətlərə, hamısı da demək olar ki favorit uşaqlardır. Avropa, dünya, olimpiya çempionları, yəni həqiqətən də o vəsdə biraz güləşmək çətindir. Ancaq biz inanırıq ki, bu gənclər qabaqda 3 il var. İnşallah hazırlaşıb bunlardan yəni döyüşməyə, güləşməyə hazır olarlar. Rəqabətin olmağı yaxşıdır ki, inkişaf vardır, rəqabət. Bizim vaxtda da rəqabət olub, hər vaxtda rəqabət olub. Mən də son vaxtda deyərdim ki, 2-3 il qalmış idman atmaya, rəqabət o qədər olmadı. Fikirləşirəm, rəqabət yoxdur da, onsuz da məni aparacaq Avropaya, dünyaya. Ancaq ondan qabaq ki, məsəl üçün, cavan vaxtları mən qabağımda, arxamda görürdüm ki, 3 dənə, 4 dənə rəqib vardı. Ona görə nə etmək lazım, məşq eləmək lazımdır ki, birinci buranı keçmək. Bizdə o vaxtı elə şey idi ki, mən öz çəkimi deyirəm ki, mənim çəkim olsun, Hacı Əliyevin çəkisi olsun, Toğrul Əsgərovun çəkisi. Hacı Əliyevin, Toğrul Əsgərov, Hacı Əliyev, Zəlimxan Hüseynov, Ağaysen Mustafayev, təsəvvür elə bunlar eyni vəsdə güləşirdilər. Gör necə rəqabət oldu, Toğrul oradan çıxdı, getdi olimpiya çempionu oldu. Oradan sonra o bursular da medalsız qalmadı. Hacı Əliyev məsəl üçün Toğrul keçdi 65-ə, Hacı Əliyev 3 dəfə dünya çempionu oldu, məsəl üçün 65 1 kilo. Ağaysen Mustafayev medal verdi. Zəlimxan hamısı dünyada, Avropada, olimpiyada medal verəsi uşaq, hamısı oldu demək olar. Ona görə rəqabət olanda nəticə də olur. Biz də onu istəyirik ki, hər vəsdə 2 dənə, 3 dənə yaxşı idmançı olsun ki, məsələn bizdə 86 kilo cavan idmançı var, Arsen. Yəni həqiqətən cavandır, potensialı böyükdür. Biz onu məsəl üçün mən öz məşqçi kimi fikirləşirəm ki, yəni olimpiyada pik formada olacaq, yəni yaşda, təcrübədə pik nöqtədə olacaq. Məsələn, onu fikirləşirik ki, dalında yoxdur. İndi o məşq eləyən uşaqdır. Rejimindən məşq eləyən uşaqdır. Ancaq başqası olsa, ancaq biz istəyirik ki, onun arxasında da 1-2 idmançı olsun ki, boşalmasın, fikirləşməsin ki, mən arxamda heç kim yoxdur. Olur, o idmançı yoxdur ki, rəqabət olmayanda inkişaf da olur. Normal bir şeydir. Rəqabət olmalıdır ki, inkişaf olsun. Bütün vəsdədə, məsəl üçün, maşallah, mən baxıram klassiklərdə, məsəl üçün, Eldəniz ilə götürək, Eldənizin cavanlar var, 3-4 dənə cavan uşaqlar var. Məsələn, keçən il Rəşad Avropa ikincisi oldu. Yəni orada bu ildə Elmir var. Yəni rəqabət var. Ona görə Eldəniz də rəqabətə məşq eləyir ki, cavanlar gəlib udmasın. Biz də istəyirik ki, bizdə də bir cavanlar biraz klassiklərə oxşayaq da. Qabaq onlar bizə oxşayırdı, indi biz onlara oxşamaq istəyirik. Biz neçə vaxt qabaq mənə sual verilmişdi. Səfər məsələn bir il yarım qabaq da olmuşdu. Olimpiya oyunlarından sonra da bu sual verilmişdi ki, sərbəst güləşdə durğunluqdur, nəticə yoxdur. Və bu gün mən o sualın cavabının əksini tapdım mən. Mən fikirləşirəm ki, mən onda düz vurğulamışdım. Bir növ nəsil dəyişirdi. Yəni öyrəşdiyimiz Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Ağasey Mustafayev, Hacı Əliyev, Yaşar Əliyev, bu il Xəta Qazimov, Şərif Şərifov, bu əfsanələr artıq idmanı atandan sonra elə bir boşluq yarandı. Bir növ boşluq yarandı. Bu gün görürük ki, artıq o boşluq yavaş-yavaş dolmağa başlayır. Gənc idmançılar, o bir vaxtlar sin kölgəvizdə yetişən idmançılar artıq özünü böyüklər arasında göstərdilər. Mən yenə vurğulayıram, Musukayevlə görüşdə mən baxanda o görüşə, yəni heyrətləndim ki, o şəkildə döyüşkən ruhla çıxmışdı. Mən bir şey deyim ki, ümumiyyətlə mən tək baxmırdım o görüşə. Mən orada bir şey dedim ki, Cəbrayıl müəllim orada düzgün yönəldib, onu göndəribdir. Çünki Cəbrayıl müəllim özü böyük yaşa qədər güləşibdi, bilir ki, Musukayev hansı vəziyyətdə udmaq mümkündür. O onu yaxşı bilir. Çünki o təcrübə vardı, bəli, o görsədir. Neynədi? Demişdi ki, bir saniyə qıraqdan da qışqırırdı, mən onu hiss edirdim də, eşidirdim də. Bir saniyə dayanma, o nəfəs almağa imkan vermə. Bir saniyə Musukayeva dayanmağa imkan versəydi, xalını alacaqdı. Çünki o kifayət qədər təcrübəli idmançı. Musukayev elə bir idmançıdır, onunla yanında dayansan, Lubo idmançı onunla dayansa güləşsə, o Allah tutacaq idmançı. Yəni hamısını, keçən olsun dünya çempionatı olanda hamısından yorğunçuluq görsədi, tam axırda bir dənə girirdi, alırdı Ruslan, İranla, son saniyələrdə hamısını dünya çempionu oldu. Yəni elə bir idmançıdır ki, onunla dayandın, yəni mümkündür. Həsən müəllim, yaxşı keçidi elə əslində Cəbrayıl müəllim verdi bizə. Sərbəst güləş bir zaman daha üstün görünürdü. Buradan 2 sual çıxır. Daha çox Rafiqin toxunduğu məsələdən də bir sual verəcəm. Gəlin belə deyək də, bu gənclərə siz nə içirtmisiniz, nə yedirdiniz? Göz dəyməsin, həqiqətən sevindirici haldır. Üzr istəyirəm, mən Rafiq dediyindən niyə yola çıxdım? Bütün idman növlərində biz görürük ki, nəsil dəyişmə çox uzun vaxt aparır. Amma sizdə sanki ümumiyyətlə vaxt aparmadı.
Siz necədir? Siz danışa-danışa fikirləşirəm gənclərdə, bizim uşaqlarda, yəni son Avropa çempionatında elə medal verən uşaqların hamısı elə demək 3 nəfər 55-dir, 60-dır, Nihatdır, Həsrətdir, Qurbandır. Elə biz verilişdən qabaq söhbət edirdik. Məsələ biz nətərdir? Biz Hacım idmanı buraxanda şəkil paylaşmışdıq, idmanı buraxanla bağlı. Mən kommentar yazdım ki, gəlin də illərlə tap Hacı kimi adam ki, illərlə, yəni 10 il sənə bəsdir. Bir idmançının bir belə böyük karyerası 10 il çəkir rahat. Böyük şeydə. Çox çəkən də var, az çəkən var, bəziləri alır, bəzisi çox ola bilər. Minimum 10 il. İndi orada bəzidən elə fikirləşirlər ki, işdiyin olsun da məsələn, məşqçinə. Amma bir şey fikirləşin, mən belə fikirləşirəm, danışdıq, Rafiq, hamımız tanıyırıq da, Vlasov Roman var, 74 Rusiyada da neçə illər güləşdi, bizim vaxtımızda güləşdi. 2 qat olimpiya çempionu. 2 qat olimpiya çempionu, 3 dəfə ya 4 dəfə Mirov. Yəni nəticə belə deyək ki, bir dənə Hacı Əliyev, Rusiyanın Hacı Əliyevi. Rusiya kimi ölkədə neçə il idman atıb, hələ o çəkin yerdə olmuyor. Gəlir, yer tuturlar, yəni Vlasov kimi adam gəlib oturur bu çəkiyə. Yəni belə 100%lıq yəni yoxdur. 100%lıq. Məsələn, nəticə ola bilər bir dəfə idmanda nəticə verirsən, Avropa çempionu oldun və yaxud da demirəm, məsələn, heç kim şansa gəlib çıxır, amma zəhməti var bəlli bir yerdə. Sadəcə biz nə demək istəyirəm, mən nə deməyim nədir? Yəni daimi nəticə. Hazırda məsələn deyək ki, Rafiq 2011-də medal verib biraz rahat çətinlik oldu. İndi onun problemləri başqadır, məşqçilər gəldi. Açıqlaması da var onun, bəli. Yəni o neçə illər adam düşdü və ondan sonra o gün mən ildən söhbət edirəm və ondan sonra söhbətin bir başqa yerə yönəlir. Yəni axırda məsələn tamamlamaq istəyirəm nəyə görə? Və adam illərlə gözlədi və bu günləri Rafiq Hüseynov deyir, yanımızda belə adi görsənir. Amma 3 dəfə Avropa çempionudur, 2 dəfə dünya çempionudur. Bu biz nə deməkdir? Bizə çox həqiqətən içimizdə də rahat gəlir. Bu günlər Hacı şeydə mənə bir nəfər zəng edib ki, tanış adamdır, oğlum az gündür sürpriz eləmək deyir, Hacı üçün ölür, çox fanatıdır da. Mən ata kimi istəyirəm sürpriz eləm ki, Hacı ilə şəkil çəkdirsin. Yanı dostlarım var, deyir, nə olub deyirəm ki, Hacı ilə şəkil çəkdirmək istəyir. Mənə xahiş edir ki, bəs gəlməli, mən fikrimə qatmışdım, gəlir, vaxt səhv eləmişdik. Belə onlara mənə adi gəlir ki, yəni nə? Bir deyir, doğrudan da bu adam onu elə belə formalaşıb ki, onun yanında Hacı, onun Hacı o qədər ona böyük gəlir ki, biz yanındayıq Hasan gəlir. Mən Rafiqlə dostluq edirəm, şey gəlir, adiləşir. Və bu böyük bir şeydir. Bir dənə böyük idmançının bir karyerası və onun yerinə kimsə doldurmaq çox çətindir. İllərlə mən məşqçi olum, adi güləşən olum və bizim gedəndən sonra ya biz kimi doldurmaq bu bir növ elə bir şey, həm böyük zəhmət, düzgün iş, həm də bir növ belə bir şanslı ki, bu kadr olsun. Yəni kadr potensial olsun. Yəni bu günləri Hacı şeydir, nədir, Cəbrayildir, Xətaq müəllimdir. Yəni o bəlli bir kütlə var, 30 nəfər idmançı var və ondan tapıb çıxartmaq, ondan nəsə düzəltmək lazımdır. O da bir çox çətindir. Yəni mən nəyə görə Rusiyanı vuruladım? Rusiya kimi güləşi nəhəng olan dövlətdə bu çətin proses, yəni bu gün nə qədər çətin vəziyyətdir ki, nə qədər çətin prosesdir ki, onlar onu bərpa eləyə bilmir. Biz deyirik ki, bu günlər gələk, Hacı getdi yenə kimsə qoyaq güləşsin. Çətindir. Və onun indi sağ olsunlar, bizim də indi biz də işləyirik, Cəbrayil müəllim də işləyirlər. İndi bax o yeni etmək gənclər, bayaq məşq verişindən qabaq danışırıq ki, deyirəm o Cəbrayil orada bir nəfər görmüşdüm mən, nətər də uşaq keçdim, geçdim gənclərdə Resko çempionu oldu. Və indi başlayıblar, onlar Vuzrosda işləyir adam. Gedir Yunus Maldurdan adam axtarıb tapıb gətirsin ki və 2028-də, 2028 olimpiyadasına bu adam o zaman 22-23 yaşı və bizdə bütün olimpiya medal verənlərin 90%, 99% hamısı 20-25 yaş arası verir. Çünki idmançının ən pik, ən yaxşı vəziyyəti olur. Və bu günlər, mən keçən olimpiyada dedim ki, bizim bu günləri 28-ci ilə hazırladığım uşaqlar hələ yeniyetmələrdədir. Ki, oradan gələ bilər. Həsrət olimpiyadan qabaq 17 yaşında dünya çempionatında final güləşdi. Həsrət 3 il qabaq yeniyetmədə idi və 3 il sonra gəldi olimpiyadaya oturdu çəkiyə. Bəlli bir səfərdən finalı verdi, bəlkə də çempionluğu verdi. Olur indi qismət belə, amma hazırlaşmaq, yəni deməyim odur ki, çox uzatmaq istəmirəm, suallarım çoxdur. O yer doldurmaq, nəsil o qədər də asan məsələ deyil. Yəni çox asan gəlir, bir də çox asan məsələ deyil. Orada düzgün iş, potensial, zəhmət. Bu gəlir, sonunda bir komanda düzəlir. Sizdə razılaşırsınızmı ki, biraz da şans oldu, yəni siz daha sürətli keçsiniz deyə deyirəm Yunan Romada. Yox, sürətli keçməyə, sürətli mən razı deyiləm sürətli keçməyə. Sadəcə bir dənə məsələ var idi ki, korona vaxtı, biz biraz öncə onu vurğuladıq, korona vaxtı bir dənə müddət idi ki, hansı ki,
yığma komandaları hamısı buraxılmışdı. Bəzi uşaqlar yığma komandanın baş məşqçisinin icazəsi ilə təlim məşq toplanışına qatmışdılar ki, ittifaq olmasınlar. Çünki həmin dövrdə qaranlıq bir məqama gəldi. Çıxdı heç bilmədik ki, nə olacaq, olmayacaq bilmirdik. Həmin o yeniyetmədən gələn o 1-ci, 2-ci il gənc güləşməli adamlar hamısı gəldilər bizim elə bir kölgəmizdə qaldılar. Gəldilər bizlə bir böyüdülər. Məsələ götürək son Avropa çempionu. O da maraqlı. Son Avropa çempionu Qurban Qurbanovu götürsək, həmin dövrdə yığma komandanın tərkibində onda 72 kiloqram güləşirdi, 82 güləşmirdi. Birdən-birə sonra bir şey də vardı. Bir şey də vurğulayım ki, insan idmançı öz üzərində işləməyi də bacarmalıdır. O təkcə məşqçilərə aid deyil. Məşqçi nə qədər etsən yaxşı məşqçi olur. İdmançı öz üzərində işləyə bilməz. Məsələn, bu gün biz 3 Avropa çempionumuzu götürsək, Nihat Məmmədli, Qurban Qurbanov, Həsrət Cəfərov. Hər üçünə baxsan, hər üçün həyat tərzinə baxsan, hər üçü də yüksək səviyyədə rejimində, nizam-intizamında olan idmançılardır. Ona görə nəticə verilir. Ən vacib şərtlərdəndir. Mən həmişə deyirəm, idmançı nəticə vermək istəyirsə, ən birinci növbədə onun nizam-intizamı olmalıdır. Sən belə deyək, güclü güləş hissiyatın olmaya bilər. Nə talantlar, nə böyük talantlar idmançılar yox olub. Elə ad vermək istəmədiyim elə talantlar vardı. Həsən mənimlə razı olar ki, yığma komandanı tərkib etmiş bu dəqiqə yoxdur. Heç güləş aləmində yoxdular. Amma dünya çempionu ola biləcək səviyyədə idmançılar idi. Yəni yaxın 3-4 ildən danışıram. Videolarda görmüsünüz, nə qədər kadrlar var ki, bizim idmançılar, udan idmançılar olimpiya çempionu olur, dünya çempionu illərlə. Yəni sırf birdən orada bir keçid dövrü var. Gənclikdən böyüklərə keçid dövrü var. 15, 17, 20 yaşa kimi. Çünki o idmançı bax məsələn bizim neçə gənclər bu 3 dənə çəkişi var. Onlar elə uşaq vaxtdan Respublikanın idman liseyi var, internat veriyor. Oradan böyüyüblər. Onlar elə bir ki evdən çıxıblar ki mən güləşən olacağam. Onlar yox, biz də oradan böyüyüb. Hə, biz özümüz oradan böyüyüb. Özümüzü çox demişik deyə elə bir şey hamı elə bilən bilir də bu şeyləri. Bir də maraqlı fakt deyim. Nihat Məmmədli məsələ bir ilin içində Avropa dünya çempionudur. 21 yaşındadır da səhv eləmirəmsə. 22 il oldu. 22 oldu da. Azərbaycan Yunan-Roma güləşi tarixində ilk dəfə bir ilin içində dünya Avropa çempionu olan Həsən Əliyevdir. 21 yaşında. İlk dəfə dünya Avropa çempionu olan bir ilin içində, yəni fərqli dövrlərdə yox. İlk Həsən Əliyevdir, ikinci Eldəniz Əzizlidir, üçüncüsü də Nihatdır. Yəni bir ilin içində olmaq bu böyük bir nəticədir. Özü də mən yaxından tanıyıram, bilməyənlər üçün də onu demək istəyirəm ki, həm Cəbrayıl Həsənov olsun, həm Həsən Əliyev olsun, 3 çəkidə Avropa medalı verən, çempionluq və medal verən yeganə idmançılardır. 3 fərqli çəkidə. Çox maraqlıdır. 3 fərqli Həsən 60, 66, 71, Cəbrayıl 66, 74, 79. Yəni bu siz nə deməkdir? Vaxtlarımız olur. Özlərinin yadından çıxmışdı. Bir şey vurğuladı. Rafi adı gəlməz, həqiqətən də elədir. Rafi'nin dünya çempionu, Avropa çempionu olmalı. Mənim də əziyyətim biraz da olsa var ha. Rafi idmana atırdı. Doğrudan. Həmin dövrdə pandemiya dövrü Rafi mən attım idmanı. Bilmirdik də üzü. Mən də o yaşı 30 yaş var idi. Mən idmana attım. Zala gəldim. Nəsə futbol odur, nə idi? Rafi dedim gəldi. Mən də atmaq istədim. Dedim Rafi atma da. Mən atmışam. Peşman deyirəm. Peşman deyirəm. Məncə sən atma da. Güləşə bilərsən. Niyə tələsirsən? Rafi biraz Nasır Ökərim Rafi atmadı. Biraz keçdi dünya, Avropa çempionu oldu, sonra dünya çempionu. Həmişə deyirsən, məni qoymadı idmana. Sözlə qüvvət vermək istəyirəm. 2020-ci ildəki pandemiya oldu. Həmin ərəfədə biraz qaranlıqdı. Heç bilmirdik nə işlə məşğul. Ümumiyyətlə nəyə məşq eləyirdik bilmirdik. İnsanlar həyatı ilə uğraşırdılar. Biz məşqlərində idik. Cəbrayıl gil artıq onda biz ümumiyyətlə 30 yaşına çatanda heç kim fikirləşməzdi ki, 30 yaşdan sonra kimsə güləşər. Yəni bizə qədər elə tək-tük adamlar çıxırdı, heç o da görünmürdü o qədər də. Cəbrayılə yaxınlaşdım, dedim Cəbrayıl, necə istəyirsiniz? Dedi, Rafiq, peşman deyiləm, amma o deyil. Dedim, yaxşı, onda bir ildə dözək görək nə oldu. Gəldim, ondan sonra Olimpiya mükafatçısı oldu. Olimpiya mükafatçısı oldu, yəni onu yadımdadır. Yəni mən həmişə onu harda olsa vurğulayıram ki, o vaxtı o məsləhəti Cəbrayıl verməsəydi, yəni mən bugünkü gün nəticə verməzdim. Yaşda məndən böyük də olsa, ancaq məsləhətimi eşitdim. Yox, yaşda böyük ola bilərəm, amma nəticədə bilirsiniz, Cəbrayılın 8 Avropa medalı var. Maşallah. 8 Avropa medalı Azərbaycanda hər adamda yoxdur. Bu 2 dünya 8 Avropa Olimpiya oyunlarında. Bir şey deyim, həmişində hamı girir, kommentarlar oxuyur və yaxud da kimisə şərhçilərin zət. Bizdə mən bir dəfə o təzəcə bir şeydə bir yerdə idik. Məsələn, Toğrulun nəticəsindən söhbət getdi. Deyir ki, həm bir dənə şey var, medal verdi, Olimpiya çempionu, sonra ondan olanı gərək ancaq ona qədər və ya ondan çox verərsən ki, yadda qala. Adamlar fikirləşir ki, ondan sonra görünmədi.
İndi bu hala dair fikirləşirəm. Məsələn, mən də 2010-da uddum, ona nəticə verdim, amma onun qədər verə bilmədim. Amma cəmaət elə bilir ki, ondan sonra mən nəticə verməmişəm. Heç kim bilmir Elnur Məmmədli şeydən məsələn Olimpiyadan sonra Avropa çempionu olub. Özdə bir çəki yuxarı. Çox heç kim bilməz. Heç kim heç nə belə qıraq adamlar da belə cəmiyyətimiz deyək də belə. İdmandan kənar. Təsəvvür et, Toğrulun çox adam bilmir. Olimpiyada bir dəfə kişi çıxıb Olimpiyada. Çox ciddi nəticədə. Avropa oyunlarını udub. Yəni dünyadakı o bizim insanlarda bir qəribə bir şey yarandı. O bilmirəm. Onda sosial şəbəkələrdə yox idi. Belə bir şey yarandı. O fikir yarandı və hələ də davam eləyir. Bir legioner məsələsi, bir o məsələ ki, bizimkilər bir dəfə çempion olan kimi buraxırlar. Amma əslində tarix göstərir ki, daha çox 8 dəfə Avropada medal verir. 8 dənə medal Avropada. Vaxt var idi ki, bizdən biraz əvvəl, bizdən 5-6 il əvvələ biz yadımızda deyir ki, bizdə kasetlər var idi, bizim müəllimimiz də qorub baxırdıq. Bizim belə pis idmançılar hansısa fəndə gedəndə görsənirdi. İndi biz Avropada 2-yə çıxan Dilxorovçaya 2-yə çıxdı, çempion olmadı. 3-ə çıxdı, 2-yə çıxdı. Yəni komanda bürünc, gümüş medal. Mən bir dənə sizə bir şey deyim. Vallahi billah mən maşının yanında fikirləşirəm. Bu günləri Azərbaycan güləşi komanda üzrə Avropa çempionu. Biz nə deməkdir bu? Dünya çempionu. Biz bir dənə baxın ölkələrə, baxın adam sayına, baxın idmana yəni şeyə. Yəni bu zarafat deyil. Biz özümüzün necə deyim, adi gəlir bizə. Yəni bu güləşdir, yəni bu adi bir idman. Həqiqətən klassiklər sevdiyiniz Avropa çempionu və sərbəst güləş də Avropa çempionu. Buna qaydacığım bilmirəm, amma siz təsəvvür edin, bizim 3 dənə final oldu. Üçü də gənc və 3 dənə final çox rahat tutdular. İstəsələr yalın eləyə bilər, yəni 8 oynaya bilərdilər. İndi final biraz ehtiyat edirsən, başladı Nihat top 6-0 7-0 həsrət belə qurban baxışı. Niyə demirsən? Dünya çempionu bir də yəni 3 dənə Avropa çempionu oldu bizim uşaqlardan. Üçü də belə sözdə var, adını varota, yəni bir rahat belə keçdilər. Zarafat deyil bu. Bəli, bunu biraz təbliğ eləmək lazımdır. Mən bilmirəm, bəlkə biz Rafiqlə bu barədə verilişlərimizdə, podkastlarımızda danışırıq. Biraz indi elə dövrdür ki, informasiya bolluq. Bunun biraz daha fərqli, daha həm federasiya, həm idmançılar özdə maraqlı olmalıdır. Çünki başqa sahələrdə də biz çox görürük, idman başqa sahələrində insanların məlumatsızlıqdan fərqli reallıqlar çıxır ortaya. Məsələn, idmançılarımızın pulu daimi sayılır. Halbuki bunun çox məntiqli, çox normal bir izahı var. Nə bilim, idmançılarımızın təkrar nəticə verməməsi bir nömrəli mövzudur. Legioner məsələsi əslində məsələn elə yer var ki, legioner problemi həqiqətən həll olunur. Mən deyirəm ki, bu nəticələrin davamlı olması üçün həqiqətən insanlar haqqını idmançının haqqı heyfdir. Yəni bu adam verir axı. Eldəniz 4 dəfə dünya çempionudur axı. İndi biraz bu şey olub, sosial şəbəkə yaranıb, insanlar biraz məlumatlıdır. 4 dəfə dünya çempionudur. Bu dünyada yəni bu adam 4 dəfə liderdir. 4 il, yəni 4 ilin lideridir. Bu zarafat deyil bu. Zarafat gəlməsin. Biraz getdikcə, yəni siz dediyiniz kimi daimi olmalı ki, bu şeylər cəmaət öyrənir. Aha, doğrudan bizdə də daimi nəticə verən idmançılar var. Əslində bu bir şey deyim, bu məsələ belədir ki, bir zamanlar biz belə deyək də müstəqil dövlət idi, elə gənc idi, psixologiya başqa idi. O vaxtlar məsələ SSR məkanından Avropa dünyaya çıxmaq çətin idi və tək-tük Azərbaycandan adamlar çıxırdılar və bir növ bu bizim üçün yad bir şeydir, rahatçılıq tapmadığımız bir mövzu idi da. Ondan sonra gəldi müstəqillik dövrümüzdə nəticə verən idmançı fikirləşirdi ki, biraz o zamanlar maddi durum falan belə şeylər çətinlik var. Nəticə verən idmançı fikirləşir, həyatımı düzəltdim, maddi durumumu düzəltdim. Əsas məqsəd nə idi? Maddi durumumu düzəltmək. Amma bugünkü gün biz baxsaq, baxın bir dənə Həsir Cəfərova baxın, biz bayaqdan adını çəkirik, demirik ki, 3 ildə Albada Avropanın ən güclüsü. 3 ildə onun qabağına Avropada çıxa biləcək ikinci adam yoxdur. Bir dənə təsəvvür edin. 3 ildə Albada bu adam gənc belə cavan yaşında 3 ildə Albada Avropanın ən güclüsü. Bundan sonra bir 7-8 il ola bilər. Əgər bu nizamla getsə, o öz idmançılarımız öz qədrini bilmirik. Mən məsəl üçün demirəm indi UFC-də Həbib indi döyüşüb, zad edib. Azərbaycana gəlirsən, gəlmişdi bir arada. Mənə bir elə adamlar zəng eləmişdi ki, yəni həqiqətən də onların özlərinə şəkil çəkmək lazımdır. Onların özlərinin qabuluna girmək, ataların qabuluna girmək gərək günlərdən gözləyərsən. Elə adamlar zəng eləmişdi ki, Həbiblə şəkil çəkmək istəyirdi. Belə baxanda Azərbaycanda Həbib kimi nə qədər idmançı, Həbib nə idmançı? Məsələn, demirəm, o UFC çempionudur, tanınmışdır, yaxşı bir idmançıdır. Olimpiya idman növləri fərqlidir. Yəni Olimpiya idman bir gündə, yəni sən 5 görüş, 6 görüş keçirdirsən təsəvvür bir gündə. Yəni ola bilər 6-sı da güclü olsun, ola bilər bir dənəsi normal olsun da. 6 dənə güclü mən demirəm
Onlar da bizim döyüşənlər də var, Tofiq Musayev, nə bilim, çox idmançılarımız var. Mən demirəm o idman çətin idman deyil. Hər bir idman çətin idman növüdür. Bizdə maşallah nə qədər tanınmış idmançılar var. Olimpiya çempionları var, dünya çempionları var. Mən məsələn sporlarda olanda xaricdə Rafiq təsəvvür elə bilirsən bazada olur, karatestlər də orada olur. Soruşuram Rafael ağayı tanıyırsan, Dira Brilliant. Başa düşdün? Bizim öz idmançılarımıza yəni qədrini bilmirik. Razıyam. İnsanlarda bununla bağlı bir neqativ yaranıb, neqativ fikir. Düzdür, aşırı dərəcədə də deyil, indi qiymətləndirənlər də var, amma böyük əksəriyyətdə sadəcə belə deyək də gözünü yumub yazırlar. Məncə onların çoxsu heç idman azarkeş deyil, idman həvəskarı. Çünki idman həvəskarı bilir də hansı əziyyətlər çəkilir, hansı məlumatsızlıqdan yaranan problemlərdir. Burada da bütün tərəflərə iş düşür. Yəni idmançı da, federasiya da, mətbuat da, hər kəsə iş düşür ki, bunu biraz daha fərqli təqdim eləsin. Yeri gəlmişkən Cəbrayıl müəllim, siz baxıram yaxşı ürəkli danışırsınız. Sərbəst güləş deyəndə son vaxtlar daha çox insanlar həm də legioner məsələsini qabardır və reallıqlar da var, faktlar da var. Bu məsələyə münasibətiniz necədir və bizim yerli uşaqların gələcək potensialı necə görünür? Bizdə həmçinin legioner barəsində deyərdim ki, biz güləşən vaxtıda, yəni legionerlər, yəni indi bir çəkidə məsəl içində bir nəfər varsa, bizim vaxtımızda bir çəkidə 3 nəfər, 4 nəfər vardı. Bəlkə də onlar olmağı yaxşı idi. Mən deyərdim ki, onlar yaxşı da oldular. Hacı Əliyev oldu, Toğrul Əsgər oldu, mən oldum. Onlar olmasaydı, bəlkə də biz olmazdı. O rəqabəti gördük, o şeyi gördük. İndi bizdə deyərdik ki, bizdə bəzi ağır vestlər, tijala vestlər, deyərdim ki, biraz qıtlıq. Yox vəziyyətində. Yox vəziyyətində, həmçinin klassiklərdə. Yəni, bu saat Rusiya, deyərdim ki, bütün dünyaya səpələnib. Bax, hər çəkidə Rusiyadan 4 dənə, 5 dənə, olimpiyadada təsəvvür elə 16 nəfər güləşir. 7 dənə Rus vardı bir vestdə, 74 kilo. Rusiyanın. 86 kilo 6 da Rus vardı təsəvvür elə. Rusların bu saat öz çəkisi 125. Neçə ildir onlarda son vaxtda Bilal Maxov olub, dünya çempionu, Avropa çempionu, olimpiya mükafat. Ondan sonra Rusiya özü çətinlik çəkir tijala vestdə. Yuxarı vestdə həmişə gəlir, Avropada uduzur, dünyada uduzur. Hər ildə razın idmançılar. Həsən bəy vurğuladı, Həsən müəllim Vlasov necə indi 77 kilo ala bilinmir Rusiyada məsəl üçün ki. Otursan adam yoxdur. Yoxdur, yəni mən tanımıram. Qabaq klassikləri biz tanıyırdıq. Vlasovdan sonra bir dənə də vardı onlarda dünya çempionu. Yəni var idi, adam tanıyırdı. İndi bizdə də elə momentdir ki, məsəl üçün tijala vestlər olmalıdır ki, yəni bizdə komanda yarışı indi məsəl üçün bizdə tijala vest olmasaydı bəlkə komanda yarışı çempion olmayacaqdı. Yəni 2-3-ə çıxacaqdı. Olmalıdır ki, öz gənclərimiz də var gələcəkdə bizim qabaq ola bilər. Tijala vestlər tam indi məşqçilər burada var. Demək deyərdim ki, Rafi də başlı məşqçidir. Tijala vestlərə, yuxarı vestlərə addenli məşq olmalıdır. O 57 kilodan, 61 kilodan, 65 kilodan eyni şeylə onlar məşq eləyə bilməz. Onlara çox güc məşqi lazımdır. Texnikada onlarda güc. Bəlkə də səhv deyirəmsə, onlara tam ayrı məşq lazımdır. Bizdə yığma komanda necədir? Yığma komanda hazır uşaq göndərirlər. Hazır necə hazır? Respublikada yer tutan uşaq. Adlarını çəkmirəm, müəllimlər deyir ki, mən yığma komandaya 3-ə çıxıb göndərmişəm 97 kilo hazır uşaq. Hazır uşaq gəlir, mənim yığma komandada nədir? Məşqim. Məşq etmək, uşağın balaca səhvini göstərmək, planı yazmaq, yarışa aparmaq. Uşaq gəlir, uşaq ayağa girə bilmir. Mən bilmirəm buna ayağa girməyi göstərdim. Ayağa girmək də bunu uşaqlıqdan təməlini qoymalısan. Bu gəlib 18-19 yaşında ayağa girə bilmir. Bunun təməlini necə düzəldim mən? Ümumiyyətlə, mən deyirəm ondan çatanda artıq o əlbəttə o mümkündür ki, yəni redqi insan ola bilər ki, nəsə də dəyişə bilər. Başa düşdün? Ayağı o insan beyni, məsələn bizdə Əli Rəhimzadanı götürək. Deyirəm ki, gir qal, məşqdə qal. Bu insan qorxur üzə ayağa girməyə. Deyir, girərəm orada xal verərəm. İnsan nədir? Uşaqlıqdan bunun beynində oturub ki, travması var. Mən girəcəm, ayaqda qalacağam. Ancaq girir alır. Girsəm qalacağam. Çox istedadlı. Mən məyus oldum, elə sözünə qüvvət.
çox istedadlı güləşəndir, çox istedadlı güləşəndir. İstədiyini eləyə biləcək gücü vardı onun və o taktikası, texnikası hamısı yerindədir. Sadəcə məsələn Avropa çempionatında yəni yarımfinal fransızla görüşü. Ona rəqib deyildi. O fransız məşqdə ver, acqarını 50 dəfə uçur. İndi legionerlərə demək istəyirəm. Bizdə məsələn bəzi çəkilə olmalı ki, rəqabət olsun. Bizdə o şey deyir ki, məsələn elə klassiklərə deyərdim ki, bizim uşaqlar onlara bir xala, iki xala udursun, biz öz uşaqlarımızı qoyaq, legioneri aparaq. Biz nabarot bir xala, iki xala həmişə deyirik ki, uduzan, başa-baş güləşən uşaq öz uşağımız gedəcək, öz uşaqlarımızı aparmaq istəyirik. Ona görə bizə nəsil dəyişikliyi var ki, biraz istəyirik ki, vaxt udaq, o cavanları çıxardaq ortaya. İnşallah gələcəkdə mən inanıram ki, necə indi klassiklərdə var, gələcəkdə inşallah 2 ilə, 3 ilə bizdə öz uşaqlarımız olacaq. Dünyaya həm klassiklər, necə ruslar paylayır, amerikanlılar, inşallah biz də gələcəkdə Azərbaycandan öncə Verərsiniz bizə. klassiklər istəyir. Həsən Gül arada. Bu indi deyəcəm, bunların xətrinə deyəcəm, xətrinizə dəyməsin. Bunların bəxti gətirib ki, biraz ruslar zəifdir. Bu aralar. Əslində o da oradan maraqlı temadır. Həmişə deyəndə son illər ki, Rusiya sanksiya qoymuşlar ki, dünya Avropaya gələ bilmirdilər. Bəzi yarışlarda bir görünür ki, biz komandalarında Avropa çempionu olduq və ya Avropa ikincisi olurduq və ya dünya ikincisi olduq. Deyirdilər ki, dərhal vəkəl yox, deyirlər, Ruslar yoxdur. Maraqlısı ondadır ki, yəni Ruslar olan yerdə komandamız dünya çempionu, Ruslar olan yerdə 2 dəfə komandamız Avropa çempionu. Yəni bizim komanda zəif komanda deyil. Razıyam. Kölgə salırdıq bir növ. Məsələn, bayaq danışdınız, indi çox kontekstdən çıxmaq istəmirəm, amma qısaca mənim maraqlı qaldı. Məsələn, bu bizdə indi milli komandalara uşaqlar verən, sizin dilinizdən desək, regionlar və digər məşqçilərdə, regionlarda çalışan və daha aşağı yerlərdə çalışan məşqçilərdir. Orada vəziyyət necədir? Məsələn, kadr danışa biləcəksiniz, bilmirəm. Danışacağım da, ürəyim doldu, o görə başım Onu danışsam, bu partlayış edəcək. Bu ağzını açma bu arada. Həsən federasiya sanksiya qoyacaq. Ya federasiya yox. Yo, mən nəyə məşqçilər düşəcək. Həsən ümumiyyətlə region nümayəndəsidir. Yəni Qazaxdan güləşə başlayıb, oradan sonra gəlibdi, artıq Bakıda məşq eləyibdi. Yəni o regionu yaxşı bilir. Regionu elə Cəbrayıl müəllim özü də, yəni söhbət Yunan Romadan gəlsə, yəni Həsən onu xırdalamağı ən yaxşısı onu Həsən xırdalaya bilər. Mənim fikrimcə. Sualım bəllidir, amma bir məqamı da unutmayaq. Yəni burada əgər belə ciddi problemlər varsa, çoxdursa bu cür hallar, məsələn belə deyək də, tam istənilən səviyyə deyilsə, burada federasiya olaraq da hansısa işlər görülməlidir. Məsələn, təlimlərmi və yaxud da onların belə deyək potensialının inkişafı üçün. Yəqin ki, iki başlıdır bu mövzu, yoxsa necə, onu sizdən soruşuram. Mən əvvəlini federasiyadan başdan sonra deyim, sonra keçərik regionlara. Federasiya iş görür. Deyək ki, iş görmür, federasiya iş görür. Məşqçilərimiz getdi, seminarlar verdi məşqçilərə, idmançılara, iş görür. Amma biz necədir? Mən rəhbərlə söhbət edəndə demişəm, onu məşqçilərimizdən, özümüzdən, gənclərdən bir yerdə məşq edir. Biz gənclərlə belə bir yerdə məşq edir. Bu bir dəfə, ildə bir dəfə olmaqla effekt verəcək bir şey deyil. Bu daim olmalıdır. Və mən deyərdim, hər ay, minimum ayda bir dəfə olmalıdır. Həm məşqçilərə... Üzrəsəm, attestasiya var, yoxsa... Yox, sadəcə o bizdə yəni o da olmalı. İşləyən məşqçidə biraz fərqlidir. Tiroda o şeylər var. Bizdə zaten işləyən məşqçilərin hamısının diplomu və məşqçilik karyerası var, təhsili var. Sadəcə ən məsələnin kökü bizim nədir? Bizim güləşdən danışım, mən güləş sahəsini güləşəm. Biz hələ cavanıq güləş sahəsində. Yəni neçə illik bizim fəaliyyətimiz var. Yaxşı nə? Fərid Mansurov, Vitək Rəhimov, Rövşən Bayramovdan, yəni daimilik deyirəm, amma əvvəllər olub bir nəfər, iki nəfər. Yəni o 2000-dən bu tərəfə deyək də, neçə il, 25 ildir. 2000-dən mən deyərdim 2007-2008-dən. Hə, indi o mən məsələn deyirəm, yəni ən yaxşı nəticə 2000, mən özüm uşaq olsam da, 2000-dən bəri 2001-də Vitək Avropa çempionu, 2004-də Fərid Mansurov Olimpiya çempionu oldu, Rövşən Bayramov Mirdə 2-yə çıxdı, Avropa oldu. Yəni bizim yaxşı dövrümüz 2000-də başlayıb, 2004-dən bir aşağı düşdü, 2008-dən 2009-dan maşallah olsun artdı. Yəni bizim 25 illik belə deyək, ən yaxşı fəaliyyət dövrümüz var. Və 25 illik fəaliyyət dövründə biz könül istəyək yaxşı olsun, amma biz bütün ölkə olaraq hər şeyimiz dörd-dörtlük olmağa belə çətindir. Biz belə bir deyim də, biz biraz yaşlaşmalıyıq. Bizim qocaman məşqçilərimiz var, təbii ki, indi sözüm həmişə deyirəm, Rafiq buradan demirəm, Rafiqin özü də eşitmiş olar, özünü deyirəm.
Rafiq atası Radik müəllim məşqçilərimiz var. Amma Radik müəllim kimi neçə dənə məşqçi var Azərbaycanda? Düzdür? Yəni regionda neçə dənə Radik müəllim kimi məşqçi var və yaxud da neçə dənə potensialı super vəziyyətdə olan və idmançı, səbəm deyirik, idmançı gəlir ayağa girə bilmir. Yəni mən qınamıram, məşqçini də qınamıram, idmançını da qınamıram. Yenə deyirəm, bizim yəni internet indi də çıxır. Mən deyirəm, bəlkə də çox adam bilmir. Toğrul 2-ci dəfə olimpiya medal verib. Yəni indi internet çıxır. İndi keçən mən bir dənə video qoymuşdum. Keçən il bizdə Qadir var, məşqçi, biz də bir də güləşmişik. Məşqçidir. Dünya mükafatçısıdır. Mükafatçısıdır. Yəni yaxşı. İndi Sumqayıtda məşqçi işləyir. Video təsadüfən bir dənə məşqçi video Həsədin ya Vəyatın Həyatın videosu zaten sinə üzərinə atma fəndidir. Deyir, ya nə yaş qoymusan bunu? Bayaqdan uşağa göstərirəm. Neçə vaxtdır bunu işləyirik. Əlimdə material yoxdur ki, mən bunu göstərəm ki, bax belə eləmək lazımdır. Təsəvvür edirsiniz? Bu, yəni biz çox şey gözləmək, çox şey əladır, biz hər şey əla olsun. Amma bir müddət lazımdır ki, bunu işləsin. Mən bir iki dənə layihə var, mən istəyirəm o şeyləri eləyək. Bizim həm də bir dənə baxın YouTube-da açın. Yəni bu Amerikada da çox, Yaponiyada çox məşhur şeydir. Çox danışmışam, Rafiq bəlkə bilər. Fərdlərin video dərslik yoxdur bizdə. Mən nə qədər çıxım danışım sizə. Amma bizim özümüzü, mən özüm məsələn adi məşqçilikdə biz bu günləri biz gördüyümüz şey idmançı özü görmür. Mən çox vaxt çəkirəm, Rafiq çəkirəm, göstərməyəm, bax burada ayağı belə qoysan daha yaxşı olardı. Yoxdur məsələn bizdə. Təkcə o deyil, eyni zamanda fikir versən görərsən ki, bu yaxınlarda mən Orxan Səfərovu gördüm, master klassda idi regionlarda. Master klasslar da çox lazımdır ki, mən kütlə deyilən bir şey var da. Məsələn, bir zalda 50 nəfər adam vardısa, o 50 nəfərdən 2, maksimum 3 nəfəri dahi güləşən olacaq, ya olmayacaq. Bəzən də heç bir nəfər olur. Yəni o zal 50 nəfərin içinə gəlib fənd göstərirsən, o dahi olacaq adam bir dənə onu götürür. O birlər baxırlar, gözü yol çəkir, gözləyir ki, nə vaxt qutaracaq tədbir. Bu normal bir şeydir. İndi hamı əfsanə olsaydı, yəni dediyim kimi, o şeylər yəni federasiya çalışır, eləyir, gücü çatan qədər eləyir. Yəni hər şey yəni biz mükəmməl istəyirik olsun. Bəlkə də federasiya özü də mərhələ olaraq ora gəlməlidir ki, bunu başa düşsün ki, artıq bir müddət o şeylər olmalıdır və bizim mən bunu deyirəm, yəni bu belə böyük kimi çıxmasın. Mən özüm də indiyə kimi öyrənirəm. Bu günlər bir dənə bir şey oldu, elə şeylər mən gözləmirdim o şey orada olar. İdman sözü dedim, mən dedim doğrudan burada bu şey var. Bizim məşqçilərimizə də məşq etməliyik, idmançılarımıza da o video kaktadırlar. Yəni bu belə olmalıdır da. Yəni region məşqçilərimiz qınamayaq. Çünki bizim həqiqətən bizim fəaliyyət güləş fəaliyyət dövrümüz çox qısadır. Yəni həqiqətən 25 il belə biz çox çıxdım, 25 il çox bir şey. Və o 25 il mərhələlə keçməlidir. Və bizim əvvəllər belə pis çıxacaq deməyəm, zalda döşək yox idi. Yəni döşək yox idi. Biz kənddə mən özüm kənddə böyümüşəm. Parça döşəklər var idi. Filan zalda məşq edirdim. Mən yadıma gəlir, mən Arazdan çox mən məşq edirəm də. Mənim yadıma gəlir, mən məşq elədiyim dövrdə Azərbaycanda 2 dənə zalda isti su var idi. Bir keçmiş Xəzər klubu idi. Bir də Dinamodaydı. Bütün Azərbaycanda isti su olan şey zal. Görün nə qədər komplekslərimiz var, nə qədər fərdi zallarımız var. Federasiyanın özləri açıb, bizim federasiya neçə dənə yerdə zal açıb. Yəni burada Vaqif bəy dediyi kimi, yəni 50 dənə uşaq nəsə çıxamır. 50-dən yox, 2 dənə 50-dən bir dənə uşaq çıxsa bəsdir. 2 dənə 50-dən bir dənə Həcərbayır çıxsa bəsdir. Adi internatı götürür. Sizin dövrdə məsəl üçün biz oxuduğumuz dövrdə kim çıxmışdı? Vitaliyek çıxmışdı. Vitaliyekdən sonra sən çıxdın. Ancaq internatda hər il bəlkə də 150-200 dənə uşaq oxuyur. Çox, nə qədər? Özdə maraqlısı ondadır ki, yeniyetmə gənc vaxtında bəlkə də Həsəndən yaxşı ola bilərdi. Amma Həsən gəldi, sonra Eldəniz gəldi, sonra maşallah indi cavan niyə? Maraqlı söz var. Dediyim kimi yavaş-yavaş tədricən. Mən onu deyim, uşaq vaxtı udurdum. Bir də mən Namiq Abdullayev, Vahid müəllim, Məmmədov Vahid məşqçimizdir. Namiq Abdullayev, Arif Abdullayev məşqçisi. Bir gün gəlib verməsi kadra prosta gedib qarpız almaya. Uşum qarpız satan deyib ki, ay Vahid müəllim, tanıdınız müəllim, Namiq Abdullayev o vaxtı yadında da utdun. Vahid müəllim də bunu tanıyıb. Uşum dedim, tanıdın. Deyib, nə idi? Deyib, o vaxtı Namiq utdun, deyib. Ay bala, sən harda? Namiq harda? Namiq indi olimpiya çempionudur, sən qarpız satırsan, başa düşdün. Əsas odur ki, əziyyətə dözərsən. Yəni mən demirəm o dövrün də bəlkə şeyi. Biz Avropa çempionatına bir yerdə Rafiqdən getmiş. Həsən desə həmin vaxtı getmədi. 2005-də. Biz zborsat keçmədik. Zborsuz elə bizi küçədən zaddan tutdular, internatda oxuyurdu. İnternat da həmin vaxtı bağlı idi. Olimpiya idman lisesi bağlı idi, yay vaxtı idi.
Elə bu qohum evində, o kirədə, kimin yanına qoşuldu, oradan tutdular Avropaya apardılar. Gör biz haradan hara gəlmişik də. Bu gün təlim məşq toplanışlarıdır, məsələn, xaricdə təlim məşq toplanışlarıdır, yarışlardır. Əvvəl bizim dövrümüzdə mən deyirəm, yeniyetmələrdə ümumiyyətlə biz güləşəndə üçümüzdə dünya çempionatı yox idi. İldə 2 dənə yeniyetmələrin ildə 2 dənə yarışı olurdu. Türkiyədə Çempionlar Kuboku, dalınca da Avropa çempionu. Təsəvvür edin ki, bir nəfər məsələ çəkidə liderdirsə, çəkidə 10 nəfər adam varsa, heç belə gəlirdilər, məşqə gedirdilər. İndi nədir? Həm yarışların sayı artıb, gimnaziyadır, nə bilim, gimnaziyadadır, nə bilim, oyunlardır, yeniyetmənin olimpiya oyunları, turnirlər. Lap balacalara da Avropa dünya çempionatı var. Yəni Yunusdan kadet aşağıda. İndi 15-də 15 dünya Avropa çempionatı var, hansı ki var. güləşirlər. Ona görə ümumiyyətlə mən dediyinə həqiqət vardı. Bugünkü gün şey gedir. Yəni bir müddət lazımdır ki, mən fikirləşirəm ki, bu gedişat biraz da inkişaf etdirsə 28 də yaxşı olacaq, amma yəni 28-32-də partlayış olur. Bu normal bir şeydir. Yunaromo da ya sərbəst güləş. İndiki vaxtda əlbəttə klassik Yunaromo. Futbol desən. Futbol deyil. Futbolu deyil. Güləşi demir, futbolu deyil. Doğrudan futbolda nətərdir vəziyyət? Futbolda indi bu deyəcək. Orada da üstələmisiniz. Həm cığallığı hepimiz dalaşırıq, bir də bölmüşük. Bu deyir mən deyirəm mən. Biz internat vaxtında, yəni məktəb vaxtında həmişə voleylər tutmuşuq. Həmişə. Aha. Futbolda. Sonra gəldik bir yerdə məşq elədik. Qapıcı kimdir onlarda adətən qapı? Bu arada işlərində durur qapıda. Pas vermirlər, durur qapıda. Sonra deyir başlayır oynamaq. Demək bunlarda bizim dövrümüzdə hansı ki o bizim yaşlarımız Cəbraildir, Həsəndir, mənəm, Həsən biz futbol oynayanda bundan bir zəif yerini tutmuşduq da. Bunlara 2 nəfər Cəbraillə Hacı qabaqda dururdular belə, gözləyirdilər ki, pas top gəlsin də. Top gəlsəydi, yəni sözün əsl mənasında orada Messi ilə eləyəcəkdilər də, sadəcə top gəlsəydi. Biz də səhvi tutmuşduq, zəif yerini tutmuşduq. Mən durdum Cəbrailin yanında, bir nəfər də qoyduq Hacı yanına, bunlara top düşməsin. Klassiklərin korpusu da şeydir, axı, bərkdir. Ən cığal güləşəndir. Azərbaycan. Hacı Əliyevlə eyni komandada oynadın, təsəvvür elə. Qırırlar. Bizim öz oyunçularımızı da azdırır. Məsələn, bir şey, cığallıq, indi bizi gənclər də izləyir də, gənc güləşçilər, sizin davranışlar maraqlıdır onlara. Cığallıq başqa tərəfdən baxanda məğlubiyyətlə barışmamaqdır da. Və Cəbrail mənim də elədi, siz elə başa düşdünüz. Bu yaxşıdır yoxsa? Mən sizə deyim, tamam sözüm var idi, mən deyim. Mən sizə deyim. O deyəcək cığallıq. Hə, yox, bütün bu həqiqətən bu yaşamışıq da, təbii ki, azlaşmıyordur. Bütün idmançılarda cığallıq var. Amma cığallığın sənə kiməsə, cığallıq biraz xarakterdir. Yəni xarakter. Uduzmaq istəməmək. Uduzmaq istəməmək. Məğlubiyyəti qəbul etməmək. Yəni o cığallıq olmayan adam, yəni talehinlə barışan adam böyük güləşən ola bilməz. Ya da sən o qədər dahi olmalısan ki, məğlubiyyətə rahat, normal edir. Yox, O da yoxdur. Yoxdur elə şey. Belə bir şey deyil də, yəni heç bir idmançı məğlubiyyətlə barışmır. Barışsa da nəyə yarışa çıxır? O normal bir şeydir, amma məsələ reallıq götürəndə məsələn sən məğlub olmusan, gedib öz vasası deyilsən ki, məğlub olmusan, bilirsən ki, hazırlaşmışdın, məğlub oldun. Belə ümumiyyətlə sən dediyin sualda bir dənə maraqlı məqam vardı. O gənclərə, yeniyetmələrə, hamısına, böyük idmanda olan idmançılara hamısına aiddir də o. Sən məğlub olursansa, məğlubiyyətindən nəticə çıxarırsansa, böyük adamsan. Yox sən məğlub olursansa, sən o bizdə bir el arasında bir dənə söz var, deyir, padoş kimidir. Yəni məğlub olacaqsan, gələcəksən, gedəcəksən, sezon bizdə 86 kilo son olimpiya çempionu olan lisenziya turnirində 2 saniyə qalmış qalaldı. 2 saniyə qalmış son lisenziya. Son lisenziyaya 2 saniyə qalmış aldı. Sonuncu lisenziya idi. Ala bilməsəydi bir şey yoxdur. Gəldi olimpiya çempionu oldu. Adam Rusiya seçmələrində məğlub olur. Rusiya seçmələrində məğlub olur. Sonra bunu transfer edirlər Bolqarıstana. Bolqarıstandan gəlir, oradan gəlir, güləşir. Birinci lisenziya turnirində məğlub olur Bakıda. İkinci lisenziya turnirində son 2 saniyə qalmış. Son 2 saniyə qalmış gəlir, udur. Lisenziyanı alır, olimpiya oyunlarında da deyəsən ki, belə qrupu yaxşı gətirdi, zad yox belə. Tam layiqli güləşir, finalda da gəlir olimpiya oyunlarının qalibini odur, gəlir. Bu da bir şans da yoxdur. İndi siz gəlin onun həyatından bəlkə var. O qədər əziyyət çəkir, o qədər. Çox əziyyət. Və Rafiqə, yadıma gəlir, mən dedim ki, Rafiq, o sənin olimpiyadan sonra Avropa dünyası olmağın olimpiyada dövründə çəkdiyi, yadıma gəlir. Deyim, olimpiyada dövründə çəkdiyin əziyyətlərin bərəsi Allah verdi. Olimpiyada tam verə bilmədi. Yəni ki, oraya kimi çatdırdın. Çünki Rafiq biraz orada prayımlar oldu, aşağı qalx, yuxarı düş. Yəni, gəldi üçə çıxdı. Olimpiyadan sonra Avropa dünyası çempionatında o qədər olimpiyada kimi hazırlaşmamışdı. Amma elə bil ki, o qədər yığmışdı ki orada. Gəldi Allah elə bil ki, o zəhmətin bəhrəsini orada verdi. Heç bir idmançı məsələn, mən özümü güləşmişəm. Yəni mən həmişə şahid edirəm ki, məndən əvvəlkiləri görmüşəm, öz dövrümü görmüşəm, öz dövrümdən sonrasını da görürəm. Hələ biz bu işin içindəyik.
zəhmət çəkməyən, xarakterli olmayan, yəni mən qopartdıq alacam da, mən bunu almalıyam deməyən adam böyük güləş ola bilməz, böyük idmançı ola bilməz. Nə qədər videolar var qabağımızda. Mən özüm Toğrul Əsgərovdan qalırdım, mən yadımda. Məşqdən çıxırdıq zborlardan. Uzanırdıq 1 saat. O deyirdi sən çimməyə gir, yeməyə gedək. Sən deyirdin, o deyirdi mən deyirdim o. Təsəvvür adam elə yorğun olurdu ki, əllər qalxmırdı ki, adam simsin. O qədər maraqlı bir məqam var, yox danışıram, çox maraqlıdır. Adım deməyəcəm, futbolçularımızdandır. Bizdən biraz yaşlıdır, məndən 1-2 yaş böyükdür. Lar otel var idi, biz orada burada qaldıq, Maladyaj vaxtı. Biz gənclərdən hazırlaşırıq, biz Avropa getməli idik. Holda söhbət edirik, məşhur futbolçularımızdandır. Mənə qayıtdı ki, futbol çətindir. Belə söhbət düşdü, futbol çətindir, yoxsa güləş. Mən deyirəm ki, futbol belə çətinliyi var. O deyir, futbol belə çətinliyi, mən deyirəm güləşin belə çətinliyi var. Bir dənə məqam oldu. Vallahi deyirəm, sənə dediyini içmə bilmirdi, o yadıma düşdü. Bir dənə məqam oldu. Futbolçular hamısı geyinib, legioner futbolçular çox idi, qara mara çox idi da. Geyinlə belə qəribə şalvara, bir boş şalvarları. Deyirəm, bunlar məndən hara gedirlər? İstirahətə gedirik. Deyirəm, bax, güləşlə futbolun bəzi vaxtları fərqi odur ki, biz məşqdən çıxmışıq, aşağı düşüb marketdən su almağa, nəsə bir şey almağa halımız yoxdur. Bunlar məşqdən çıxıblar, amma gedirlər istirahətə. Bax, bu ümumi olaraq yəni bütün idman növünə aiddir ki, göstəricidir. İndi bizdə bizdə bir dənə, yox istəmirəm, hamısını yəni hamısına aiddir ki. Hamısına aiddir təbii ki, dünən parlayan idmançılar var, onlar təbii ki, onlardan artıq işləyib gəlib çıxır. Həm də onların pislənməsi deyil də, reallıqdır. Bu idman reallıq qardaş, mən onu futbolda bizə necədir? Öz qardaşım da olsa deyərəm onu, hamıya aiddir bu. Yəni bu normal haldır. Güləş belə idman növüdür ki, səhv buraxdınsa bir xala uda bilərsən də. Yəni bizdə əsas rəqibləri sən bir dənə səhvə buraxsan uduza bilərsən. Gürcü səhv elədi, Gürcü məsələn səhv elədi, bir səhvə yanında. Ancaq futbolda komanda səhv eləsə, o komanda yoldaşı sənin səhvi düzəldə bilər. Bizdə səhv elədim, söz. Getdi axıra kimi söz. Aslında görsəniz də futbolda həyat karyera bitirə bilərsən yəni. Çox qəşəng izahlardır. Rafik, elə bu major notlarla belə deyim bitirək məncə. Bu Həsən müəllimin, Cəbrayıl müəllimin son dediklərdə artıq yeni Avropa çempionları veriblər bizə. Gənclər üçün məncə yaxşı örnəkdir. Xarakter, inam, əzmkarlıq vacibdir idmanda, həyatda və bütün sahələrdə. Rafik, buyur. Onların kölgəsində yetişən idmançılardılar hamısı. Yəni onların nəticələrinə baxıb ruhlanan, motivasiya alan idmançılardılar. Yəni mən fikirləşmirəm ki, belə dahi idmançıların kölgəsində yetişən idmançılar gələcəkdə nəticə verməyəcəklər və biz bunu fakt olaraq da görürük. Ümid edək ki, gələcəkdə dünya çempionatı gözləyir bizi artıq böyük yarışlar sırasında. Dünya çempionatından yenidən nəticələrimizi təkrarlayacaq və yenidən komandamızın ən güclü olduğunu sübut edəcəyik. Bir daha dünya çempionatından sonra belə müəllimlərlə oturacaq, səmimi söhbət eləyəcəyik, xırdalayacaq və yad eləyəcəyik bu günlərimizi. Sizə təşəkkür edirəm gəldiyinizə görə. Siz bizim fəxrlərimizsiniz. Biz sizə baxıb örnək götürürük. Təkcə mən yox, özünüz bilirsiniz ki, mən də daxil olmağımla hər bir Azərbaycan idmançısı sizdən örnək götürübdür və sizin nəticələrinizdən ilhamlanıbdır. Bir daha təşəkkür edirəm. Çox sağ olun, gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Sağ olun, gəldi ürəyimizi boşaltdıq. Təşəkkürlər, yenə gözləyirik. Sağ olun. Əziz izləyicilər, bugünkü podkastımızdan bu qədər. Belə maraqlı podkastları görmək istəyirsinizsə bizi izləyin, abunə olun və Güləş həvəskarlarının da diqqəti, eləcə də digər idman növləri həvəskarlarının diqqəti bizdə olsun. İrəliyən podkastlarımızda daha fərqli mövzularla qarşınızda olacağıq. Hələlik.